Bu itlərin dəhşətli dişləmə gücü var. Top 10. 10-cu yer Alman ovçarkası. Ağıllı gözətçi it və sadiq dost. Dişləmə gücü təxminən 240 kiloqram. 9-cu yer Amerika buldoqu. Kiçik və kompaktdır, lakin güclüdür. Dişləmə gücü 300 kiloqram. 8-ci yer Rottweiler. Yaraşıqlı gözətçi it. Dişləmə gücü 330 kiloqrama qədər. 7-ci yer Dogo Argentino. Əsl döyüşçü. Dişləmə gücü demək olar ki 500 kiloqram. 6-cı yer Bresa Canario. Kanar adalarının ağır çəkili itidir. Dişləmə gücü təxminən 540 kiloqram. 5-ci yer Tosaino. Yaponiya çempionu. Dişləmə gücü təxminən 550 kiloqram. 4-cü yer Doberman. Zərif və sürətli, lakin dişləmə gücü 600 kiloqrama qədər olan çənələri var. 3-cü yer Alabay və ya Orta Asiya çoban iti. Bu nəhənglərin dişləmə gücü 650 kiloqrama qədər çatır. 2-ci yer Qafqaz çoban iti. Bu şirin görünən itin dişləmə gücü 700 kiloqram. Təsəvvür edə bilirsinizmi? 700 kiloqram təzyiq. 1-ci yer və budur qalib Kangal, türk döyüşçüsü və mütləq rekordçudur. Dişləmə gücü 740 kiloqram. Bunlar it dünyasının ən güclüləridir. Bu itlərdən real olaraq neçəsini görmüsünüz?